Yatıb Bakı, yuxulayır. Keçmişini görür yuxuda. Yaxşı vaxtlarını görür. Görür o zamanları, nə vaxt ki Bakıya deyirdilər ki, Niyapol'la Fabraksimdə bir-birlərinə oxşayırlar da bu şəhərlər. Görür o zamanları ki, haçan ki Bakıda nəfəs almaq mümkün idi, yaxşı vaxtlar idi. Görürsən bu yazıq Bakının nə təqsiri var? Bu Bakının təqsiri var ki, ölkəmiz 30 ildir neft ixrac edirik. Ham mal kimi, indiyənə kimi elə bir dənə də neft məhsulu istehsalına başlamamışıq. Görürsən bu Bakının təqsiri var ki, Azərbaycanın 86.600 kvadrat kilometr ərazisi ola bir köpəklik kənd təsərrüfatı hələ də yoxdur. Ona görə də bütün kəndlər, rayonlar gəlib Bakıya, qoymurlar Bakını yatsın, istirahət eləsin. Neynəsin bu yazıq Bakı? Görürsən bu Bakının bir təqsiri var ki, balıqlar da inciyib çıxıb getdi bizdən. Başqa Xəzər yanı dövlətlərə. Necə ki Bakılılar inciyib çıxıb getdi başqa ölkələrə. Balıqlar da üzüb çıxıb getdi. Hətta Xəzər də artıq bizdən inciyib, o da başlayıb getməyə, başlayıb qurumağa. Ne diye bu Bakının təqsiri? Nədədir? Neynib bu yazıq? Axı bu yazıq yaxşılıqdan başqa iş eləməyib. Vaxtı var idi, küçələrdə sərçələr görərdik bu vaxtı. Sərçələrin səsini eşidərdik. İndi sərçə yoxdur. Qabağımıza çıxan ama qarğalardır. Qarğalar. Yazıq Bakı. Yatıb Bakı. Qoy yuxusu şirin olsun. Heç olmasa bu bayram günləri biraz Bakı yatsın, dincərsin. Qəlbdən qəlbə bu qədər.